Vətən sağ olsun deyib 2-ci Qarabağ müharibəsində döyüşən Vətən müharibəsi əlili Əliyev Fidadi Rizvanoğlu 1984-cü il iyul ayının 17-sində Ağdam rayonunun Paprevənd kəndində anadan olub. O 1991-ci ildə Paprevənd kənd tam orta məktəbində 1-ci sinifə daxil olub. Ağdam rayonunun işğal edilməsindən sonra Vidadi Əliyev ailəsi ilə birgə Sumqayıt şəhərində məskunlaşır. O, həqiqi hərbi xidmətini Milli Qvardiyada keçib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyində Sumqayıt şəhər polis orqanlarında serjant kimi işə başlayıb. 2007-ci ildə Daxili İşlər orqanlarından öz istəyi ilə ərizə yazaraq işdən çıxır. Daha sonra Müdafiə Nazirliyinin en saylı hərbi hissəsində xidmətə başlayır. Vidadi Əliyev Bakı həmlə taborunun hərbçisi kimi 2-ci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərə qatılır. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Vidadi Əliyev noyabrın 3-də Xocavəndin 628 saylı yüksəkliyində gedən şiddətli döyüşlər zamanı başından ağır güllə yarası alaraq komaya düşür. O, 1-ci dərəcəli Vətən müharibəsi əlili kimi hərbi xidmətdən təxris olunur. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Vidadi Əliyev Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib. O, həmçinin Vətən müharibəsi iştirakçısı və şücaətə görə medalları ilə təltif edilib.